Üz itirmək Çində nə deməkdir? Vaxtında sual gəldi. Çox gözəl. Mən bunu açıqlayım sizin üçün. Çində bir cümlə ilə bütün biznesini batırmaq olar. Müqavilə var, pul var, hər şey var, amma iş də yanır. Çində buna üz itirmək deyirlər. Çin mədəniyyətində üz sadəcə hörmət deyil. Bu status, reputasiya və insanın başqalarının gözündə necə göründüyüdür. Bu məqamı diqqətlə qulaq asın. Bu səhvi çoxsu eləyir. Sən hər cür haqlı ola bilərsən. Amma Çinli tərəfdaşın başqalarının yanında utandırılıbsa, bu iş orada bitə bilər. Biznesdən real misal. Məsələn, gəlirsiniz zavoda, fabrikada, görürsünüz ki, səhv ediblər və hamının yanında deyirsiniz, bu səhvdir, bu düzgün eləməmisən, hara baxırdın və digər. Yəni, bu böyük bir səhvdir. Çinlilər gülür, ha eləyir, bəlkə yeməyə də çağırır, amma sonra vaxt uzanır, keyfiyyət düşür və yaxud da ticarət tam dayanır. Nə baş verdi? Oradakı insanlar üz itirdi. Bu məqama ümumiyyətlə diqqət edin. Çinlə işləyənlər, Çinlə yaşayanlar bəlkə indi bilirsiniz, bilmirsiniz, üz-üzə deyirlər, demirlər, amma bu çox önəmli bir şeydir. Sən haqlı idin və haqqını da dedin orada, okey, amma tərəfdaş üzünü itirdi. İndi isə həmin bu problemin daha düzgün cümlə qurmağı. Gəlib görürsünüz ki, zavod səhv edib, fabrik səhv edib, yaxud da satıcı səhv edib. Deyirsiniz, prosesdə bir kiçik anlaşmamazlıq baş verib. Gəlin birlikdə bu problemi həll eləyək. Bunu qanun kimi, bunu bir şablon kimi tətbiq edin. Nəticədə hər kəs üzün saxlayır və iş davam eləyir. Bəlkə də onlar daha da yaxşı işləyəcək. Niyə görə? Onlar başa düşdülər ki, siz başqasının üzünü saxlaya bilirsiniz. Bir problem, bir narazılıq olsa da, amma siz həm özünüzün üzünüzü saxladınız, həm tərəfdaşın üzünü saxladınız. Çində həqiqətdən çox harmoniya daha vacib. Bunlar sərt formalaşdırmır, konfliktdən uzaqlaşır. Bu əsas sistemdir Çində. Əgər tərəfdaş üz itirəcəksə, sən də pul itirəcəksən. Buna razı olmalısan, buna hazır olmalısan. Bunu anlayanlar Çində qazanır. Anlamayanlar isə hələ də başa düşmür ki, bunların işi niyə getmir? Niyə bunlar razılaşa bilmir? Niyə dırnaq arası Çinlilər tupoydu? Qısa məlumat, Çində hər növ B2B dəstək göstərirəm. Yəni şirkət şəklində fəaliyyət göstəririk. Yəni bütün rəsmiyyət və digər bunlar bizim üçün problem deyil. Şərtlər var, əlaqə saxlayın, danışaq. Ancaq bəri başdan deyim ki, yəni az alanlar, tək-tək alanlar, almaq istədiyini bilməyənlər, mən onların yerinə fikirləşməliyəm ki, bu nə istəyir? Yəni alınmır. Müraciət etməkdən qabaq özünüz araşdırın, dəqiqləşdirin, nə istəyirsiniz, nə qədər istəyirsiniz. Az olmaz. Yəni bu mümkün deyil. Görüşərik, sağ olun. Bay bay.